Növbəti dinləmə mətnində istifadə olunan yeni sözlərlə tanış olaq və onları öyrənək. Birinci söz effective. Effective. Bu söz bizim dilimizə keçib artıq effektiv kimi, yəni təsirli. Əgər bir şeyin məqsədə çatdırmaq üçün gücü və ya yaxşı nəticəsi varsa, o effektiv sayılır. Yəni təsirli sayılır. Məsələn, this method is very effective. Yəni bu metod çox təsirlidir. Özüm qəsdən asan cümlələr seçməyə çalışıram ki, sözlər cümlələr vasitəsilə yadınızda qalsın. Siz də sözləri özünüzə uyğun olaraq, öz həyatınıza uyğun olaraq cümlələrdə istifadə etməklə uzun müddətli, həmişəlik yadınızda saxlaya bilərsiniz. İkinci söz relatable. Relatable. American English variantında isə relatable. T-nı D kimi oxuya bilərlər. Mənası əlaqəli olan, tanış hissi yaradan. Yəni hər hansı bir şey biz özümüzü onunla əlaqələndirə bilirik. Bizə tanış bir vəziyyət kimi gəlir. Hissiyatımız nəticəsində belə bir qərara gəlirik ki, mən də belə bir şey yaşamışam. Bax, o hiss relatable adlanır. Və ya yenə deyirəm, American English'də olduğu kimi relatable formasında tələffüz oluna bilər. Məsələn, the characters in the movie were very relatable. Yəni filmdəki personajlar çox tanış idi mənə. Burada relatable sözü, yəni özünüzü onunla çox yaxın hiss edirdiniz. Oradakı obrazlarla yaxın hiss edirdiniz. Eyni hissləri keçirirdiniz. Üçüncü söz quality. Quality, yəni keyfiyyət. Hər hansı bir məhsulun və ya xidmətin və ya işin hansı dərəcədə yaxşı olduğunu bildirmək üçün keyfiyyət sözündən istifadə edirik elə öz dilimizdə də. Məsələn, this bag is high quality və ya quality kimi də tələffüzünü eşidə bilərsiniz. Quality. Bu çanta yüksək keyfiyyətlidir mənasında. Linguistik isə dilçiliklə bağlı olan mənasındadır. Dilə bağlı olan, dilçiliklə bağlı olan. Məsələn, she has strong linguistic skills. Yəni onun güclü dil bacarıqları var. Nəzərə alın ki, bu sözləri növbəti dinləmə tapşırığında eşidə bilərsiniz, görə bilərsiniz. Niyə məhz daha çox dinləmə tapşırıqları üzərində dururam? Çünki biz dinləməklə çox şey öyrənə bilirik. Həm sözlərin düzgün şəkildə yazılışını, deyilişini, danışmağı, dinləməyi, anlamağı, hər şeyi başa düşə bilirik. Axı öz dilimizdə də biz dinləməklə danışa bilmişik.